bugün şəhərə getmiş olar. Heç elə gün olmuyor ki, bizim evimiz bu mərtəbə yersiz qalsın. Qalmıram bu nə işdir? Deyirəm bəlkə bu ev yıxılmışlar elə o tərəfə getdilər. Mənim sözüm də qalmıram. Mahmud sənə bilərim ki, şəhərdə işim var. Bir-iki günə qaydarım. Mən onu bilirəm ki, qaranlıq qovuşanan 1-2 saat sonra Rüstəm bəy gəldi, silahlarını götürüb getdi. Deyirsən elə o bədbəxt uşaqlar tərəfə gediblər. Ay qız, deyən görək, onu səsi deyirlər. Biraz sakit ol görüm. Qorxma, bu saat baxım qaydıram, görüm nə olur. Heç belə iş görünmək valla. Sənin evində Allahın bəndəsi bir gəlmə var. Sən onun atasının evini odurub yandasan. Qardaşlarını öldürəsən. Səni yox olasan Rüstəm bəy, yox olasan. Allahın qəzəbinə tuş gəlsin görüm onu. Evi başına tutsun. Saadətin canından uzaq. Valla, əgər Saadət bu evdə olmaya, mən bu evdə bir gün də qalmaram. Bəlkə deyirəm Allah bizə rəhm eylə. Allahın bizə yazığı gələr. Bunlar bir növ barışalar, biz də çıxaq gedək öz evimizə. Yox, bu ev yıxılmış Rüstəm bəy, parqat duran deyil. O əlində barışıq da mümkün deyil. O eləməli olan adam. Gülnənə, ay Gülnənə. Mahmudun pencəyini, Əhmədin papağını tez ol götür gəl. Durma, sal vaxtı deyil. Gülbahar, sinəmək vaxtı deyil. Siz gedib bir dəqiqə buradan gedəsiniz. Gediblər, qırğın olur, çoban söylüyor. Canım sonra qurban Saadət, yoxsa atanın evi yıxılır. Gülbahar, ağlamaq vaxtı deyil. Siz gedib buradan gedəsiniz. Tez olun, geyinin, ha belə durmayın. Tez olun, geyinin. Papağı da başına qoy. Tez ol, geyin. Tez olun, durmayın. Gedin, gedin. Yol kənarıyla gedin, bağçanın arxasından çıxarsınız. Gedin, görün mənim başımda nə müsibətlər var. Kimsən? Adını da yoxsa? Nənəm, Saadət, qorxma. Salamatsızım ata, dəx məndə can qalmayıb. Mahmud hardadır? Qorxma qızım, bir il artıq iş olmayır. Ged içəri, yad adamla. Bir il artıq iş olmayıb nə sözdür ata? Allah məni öldürsün, canımı qutarsın sənin əlindən. Deyirəm Mahmud hardadır? Sənə deyirəm, bir il artıq iş olmayır. Ged içəri, qalmaqal eləmə. Aləmi bura tökmə. Bacın ölsün, qardaş, nə olubdu sənə? Nə oldu sənə, qardaş? Saadət. Nə oldu sənə? Sənin başımıza nə işli gəldi? Saadət, sığırıb bağırıb, aləmi bura tökmə. Allah həkiminə. Qorxma Saadət, qorxma. Allah işidir. Nə oldu sənə, qardaş? Sənin orada nə işin var idi axı? Saadət, bir qaysı, bir yastık Uşaq deyil. gətirirəm. Qan çoxmu gedib, ay gedər. Bilmək olmur ağa, indiyə qədər axtı getdi, qan nə gəzir? Ah, qoy biraz dincəlim. Gözdə bacam qurban, başımın üzərində. Mahmud, niyə dinmirsən, ay başına dönüm? Niyə danışmırsan, ay gedər? Bu vəli hansı cəhənnəmdə qaldı, bilmirəm. Vəlini, Cahangir bəyi tutdular, yazdılar, ki məlləşdilər olmadı. Güya ki bizim yolumuzu gözləyirmişlər. Gülbahar. Gülbahar çağırımı gəlsin, qardaş. Canıma ot salma, ciyərimi dağlama, nakam gedən olur. Taksir məndədir, mən ölməliyəm. Mən. Gülbaharın xətrinə dəyməyək, incitmə. Gülbahar mən ölünü tən qoymaram, güldən ağır söz deyiləm. Bədbəxt qardaş, nakam gedən qardaş. Gülbaharın sənə qurban, qardaş. Bismillahirrahmanirrahim. Elhamdülillah. Ay gedər, o xəncəri sox mənim ürəyimin başına. Ay camaat, öldürün məni. Mən bir imanı bu dünyada sağ qoymayın. Əhməd, od gətir, küləş gətir. Gəlib bu evi xaraba qoyam. Qurtarın ağa, dünyanın beyni qalına. Səndən sonra mən bu evə üz döndərmərəm. Yemirəm bu evi. Amma intiqamını yerdə qoymayacaqlar. Sən evinizi xaraba qoydun ata, yurdumuzu sən dağıtdın ata. Evin tarumar olsun ata.